Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Sabahın ruzisinin dərdini çəkmə. Çünki hər gün öz ruzisini gətirər. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə namazın hökmlərinə aid məsələləri davam elətdiririk. Bugünkü mövzumuz namazın tərtiblə, yəni ardıcıllıqla qılınmasıdır. Şəriətə əsasən insan əvvəlcə zöhr namazını qılmalı, sonra əsri. Əgər əsri zöhrdən qabaq və yaxud da işa namazını şam namazından qabaq qəsdən qılarsa, bu insanın namazları batildir. İnsan zöhr namazı niyyəti ilə namaza başlasa, amma namaz vaxtı başa düşsə ki, zöhrü qılıbdır, əsri qılmalıydı. Həmin o niyyətini əsr namazına çevirə bilməz. Həmin yerdə elə namazını pozmalı, sonra əsr namazını qılmalıdır. Eynən şam və işa namazlarında da bu şəkildədir. Yəni, şamı qılıbdır, lakin yenidən qılır. Sonra başa düşür ki, həmin o şam vaxtı mən işanı qılmalıydım. O insan namazını işa niyyətinə keçirə bilməz. Gərək həmin o namazını poza və yaxud da tamamlaya, yenidən işa namazını qıla. Əgər insan əsr namazının vaxtında yadına düşsə ki, zöhr namazını qılmayıb və yaxud da qılıb-qılmadığı barədə şəkk eləsə, həmin o əsr namazı əsnasında niyyətini çevirməlidir zöhrə və zöhr namazı niyyəti ilə həmin o namazı tamamlamalıdır və namazından da sonra əsri qılmalıdır. Eynən şam və işada da bu şəkildə olacaq. Qəza namazını qılan şəxs niyyətini əda namazına çevirə bilməz. Əda yəni o namaz ki, onun bu dəqiqə vaxtıdır, yəni həmin o namazı qılmalıdır. Qəza namazı qılır, zöhr namazı qılır və zöhrün vaxtı giribdir. Həmin o zöhr qəzasını çevirsin ki, bunu elə vacib zöhr niyyəti ilə, yəni vaxtı olan zöhr niyyəti ilə qılıram, bu şəkildə olmaz. Həmçinin müstəhəb namazı da, məsələn, 2 rükətli müstəhəb namazı qılır, onu çevirmək istəyir sübh namazı niyyətinə, bu da olmaz. Yəni, müstəhəb namazı da vacib namaz niyyətinə çevirmək olmaz. İnsan namazın vaxtı geniş olduğu təqdirdə niyyətini qəza niyyətinə çevirə bilər. Məsələn, namaz vaxtı daxil olub zöhrü qılır, amma həmin o qıldığı namazı istəyir ki, qəza niyyətinə çevirə. Bunu edə bilər, lakin burada rükətlərin uyğunluğu nəzərə alınmalıdır. Məsələn, 4 rükətli zöhr namazı qılır, istəyir ki, sübh namazına çevirə, yəni qəza sübh namazına. Onda o insan 2-ci rükətdə namazını tamamlamalıdır və eynən də digər namazların rükətlərində də bu uyğunluğu yaratmalıdır. Allahın izni ilə keçirik cümə namazının hökmlərinə. Cümə namazı 2 rükətli namazdır. Əgər qılınarsa, cümə günü zöhr namazını əvəz eləyir. Peyğəmbərin və həmçinin məsum imamların və imamların xüsusi elçisinin dönəmində bu namaz hər bir kəsə vacibdir. Lakin bu qeybət dövründə, yəni böyük qeybət deyirlər, imamın qeyb olduğu dövrdə isə, yəni hal-hazırda yaşadığımız dövrdə, bu namazın qılınmasında insan ixtiyar sahibidir. İstər cümə günü cümə namazını qılar və yaxud da cümə günü zöhr namazını qıla bilər. Cümə namazının vacib olmasının da bir neçə şərti var. Birinci odur ki, cümə namazının vaxtı daxil olsun. Xüsusi vaxtı var ki, həmin o vaxtı keçdisə artıq cümə namazı qılınmır, onun yerinə zöhr qılınmalıdır. İkinci şərt, fərdlərin, yəni insanların sayı imam cəmaatla birlikdə 5 nəfərə çatmalıdır. Əgər bu 5 nəfər tamam olmasa, onda cümə namazı qılınmayacaq. Üçüncüsü, cəmaat namazında vurğulandığı kimi, qarşıda duran şəxs, yəni imam cəmaat, həmin o ədalət və bir neçə sifətlər ki var, onlara malik olmalıdır. Əgər həmin insan tapılmasa, onda cümə namazı qılınmayacaq. Cümə namazı qılınan 2 məntəqə arasındakı məsafə 5 kilometrdən az olmamalıdır. Həmçinin bir qeyd də var ki, məsum imamların dövründə belə
cümə namazı bir neçə şəxsə vacib deyil. Onlar bu şəxslərdir. 1. Qadınlar. 2. Müsafirlər, yəni səfərə gedənlər. 3. Xəstələr. 4-cü, yağış və yaxud da şiddətli küləklər və s. bu kimi maneələrlə üzləşən şəxs. Cümə namazı vacib olan şəxs əgər onun əvəzinə zöhr namazı qılsa, namazı doğrudur. Bugünkü dərsimizi inşallah burada yekunlaşdırırıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.